Çox sağ olun. Hörmətli Ali müəllim həmkarlarımız, müzakirə təqdim olunan qanun layihəsi iki vacib məsələni həll etməyə xidmət edir. Birincisi, balıqçılıq sahəsində dövlət nəzarətinin daha operativ həyata keçirilməsini təmin etmək üçün, ikincisi isə kənd təsərrüfatı layihələri üçün ətraf mühitə təsirin qiymətləndirilmə qaydalarının müəyyənləşməsinə və belə daha aydın və ədalətli etmək məqsədi daşıyır. Layihənin birinci hissəsi balıqçılıq sahələrində yoxlamalarla bağlıdır. Hazırda sahibkarlıq subyektlərində aparılan yoxlamaların əksəriyyəti dayandırılsa da, bəzi sahələr bu məhdudiyyətdən istisna edilir. Təklif olunan dəyişikliklərə balıqçılıq sahəsində dövlət nəzarəti də həmin istisnalar daxil edilir. Bunun səbəbi çox sadədir. Balıqçılıq sahəsində qanun pozuntuları çox qısa vaxt ərzində baş verə bilir. Qanunsuz ov, kvotaların pozulması və digər hallara vaxtında müdaxilə olunmazsa, həm balıq ehtiyatlarına, həm də ətraf mühitə ciddi zərər dəyə bilər. Bu dəyişiklik nəzarət orqanlarına belə halların qarşısının operativ şəkildə alınmasına şərait yaradacaq. Layihənin ikinci hissəsi isə ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlıdır. Hazırda qanunda kənd təsərrüfatı obyektləri üçün iri miqyaslı və ya ixtisaslaşdırılmış kimi dəqiq olmayan ifadələr işlədilir. Bu isə müxtəlif yanaşmalara səbəb olur və kiçik təsərrüfatlara iri müəssisələrin eyni qaydada qiymətləndirilməsinə gətirib çıxarır. Və yeni dəyişikliklərin də konkret artıq meyarlar müəyyən olunub. Belə ki, heyvandarlıq müəssisələri üçün hədd 1000 baş iri buynuzlu heyvan ekvivalenti, quşçuluq müəssisələri üçün 40.000 baş toyuq ekvivalenti, balıqçılıq və akvakultura təsərrüfatları üçün isə illik 500 ton məhsul istehsalı olacaqdır. Bu hədlərdən aşağı fəaliyyət göstərən kiçik və orta təsərrüfatlar əlavə ətraf mühitin təsirin qiymətləndirilməsi prosedurlarına cəlb olunmayacaq. Yalnız həqiqətən ətraf mühitə ciddi təsir göstərə bilən iri layihələr bu qiymətləndirmədən keçəcəkdir. Bu yanaşma həm sahibkarların üzərinə düşən lüzumsuz maliyyə və vaxt yükünü azaldacaq, həm də dövlət orqanlarının diqqətini real ekoloji risk yaradan iri layihələrə yönəldəcək. Qeyd etmək istəyirəm ki, layihələrdə nəzərdə tutulan meyarlar beynəlxalq təcrübəyə əsaslanır. Heyvandarlıq üzrə istifadə olunan hesabatlar FAO-nun və Dünya Bankının yanaşmalarına uyğundur. Quşçuluq üzrə 40.000 baş həddi Avropa İttifaqının müvafiq direktivində tətbiq edilir. Balıqçılıq üzrə yanaşma isə Avropa ölkələrinin və Türkiyənin təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Hesab edirəm ki, təqdim olunan dəyişikliklər bir tərəfdən sahibkarlıq fəaliyyətinin inkişafını dəstəkləyəcək, digər tərəfdən isə ətraf mühitin qorunması və balıq ehtiyatlarının səmərəli idarə olunması sahəsində dövlət nəzarətini daha effektiv edəcəkdir. Bu baxımdan qanun layihəsinin qəbul edilməsini məqsədə uyğun hesab edir və deputat həmkarlarımı dəstəkləməyə dəvət edirəm. Çox sağ olun, diqqət edin.